Teşekkürler. Minnettarlar Kamran. Sabahınız xeyir olsun bir daha ve tabii ki biz bugün birçok mövzular ətrafında 3 saat boyunca danışmağa çalıştık. Hem de sizə faydalı olmağa çalışdıq. Qeyd edək ki, Bakıda beynəlxalq səviyyədə tanınan fotoqrafların sərgisi təşkil olunacaq. Bu barədə məlumat vermişdik. Elə bu barədə qonağımızla söhbətimizi davam etdirəcəyik. Əminə xanım Məlikova İçərişəhər Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi. Xoş gəlmisiniz Əminə xanım. Sabahınız xeyir olsun. Xoş gördük. Sabahınız xeyir olsun. Tamaşaçılarımıza da salamlayırıq. Təşəkkür edirəm dəvətinizə görə. Minnətdarıq. Əminə xanım, bu sərgi nə vaxt olacaq, necə baş tutacaq, kimlər iştirak edəcək? Bir qədər məlumat verərdiniz, zəhmət olmasın. Böyük məmnuniyyətlə tamaşaçılarımıza da məlumat vermək istəyirəm. Düz bir il bundan əvvəl, fevral ayında, 2019-cu ildə Respublikamızda ilk dəfə olaraq Bakı Fotoqrafiya Evi yaradılıb və əlbəttə ki, belə bir mərkəzin İçəri şəhərdə məhz açılması heç də təsadüfi deyil. Düz İçəri şəhərin ürəyində, mərkəzində, el arasında zəncirli bina deyilən 19-cu əsrdə inşa edilmiş binada mərkəz yerləşir və artıq sənət var yəni. Bəli, və bir il ərzində, yəni qısa bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq artıq bütün fotoqrafiya sənəti sevərlərin doğma bir məkanına çevrilib bu mərkəz və bir il ərzində biz müxtəlif sərgilər, müxtəlif ustad dərsləri və foto müsabiqələr keçirtdik. Və indi də fevral ayında biz Respublikamızda 3-cü foto müsabiqəni elan etdik. Bu foto müsabiqəsini İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu və Azərbaycan Respublikasının Memarlıq İttifaqının birgə təşkilatçılığı ilə həyata keçiririk biz. Arxifoto adlanır bu müsabiqə və əsas şərtləri odur ki, Azərbaycan vətəndaşları iştirak edə bilər bu foto müsabiqədə. Xarici vətəndaşlar iştirak edə bilmir? Yox, bu dəfə Azərbaycan vətəndaşları. Ancaq yerli fotoqraflarımız. Yerli fotoqraflarımız və nəinki peşəkar fotoqraflarımız, hətta həvəskarlar da iştirak edə bilər. Biz bilirik ki, bu gündə texnologiyalar erasında yaşayırıq və hər birimiz hər gün şəkil çəkirik. Yəni müsabiqədə iştirak edir. Əminə xanım, bu müsabiqədə, mən belə başa düşdüm ki, müsabiqə keçilir, müsabiqənin qalibləri sərgidə iştirak edəcəklər. Düz deyirsiniz, martın 5-də böyük bir sərgi keçiriləcək Bakı Fotoqrafiya Evində və orada bütün şəkillər, foto şəkillər nümayiş olunacaq. Şərtlər belədir ki, foto şəkillər 2016-cı ildən sonra çəkilməlidir, yəni heç bir çərçivəsi olmayan və bütün bizim İçərişəhər Muzey Mərkəzinin və Bakı Fotoqrafiya Evinin sosial şəbəkələrdə olan səhifələrdə bütün texniki şərtlər də yazılıb. Bizim tamaşaçılar da buyurun, yəni iştirak edə bilərsiniz hər biriniz. 3 nominasiyada müsabiqə keçirilir. Memarlıq, insan fəzada və inşaat. Yəni sənaye mənzərə, şəhər mühitində sənaye mənzərələri belə deyək. Yəni motivlər bunlar olacaq, eləmi? Bəli, 3 nominasiya olacaq və hər bir nominasiyada gələn qaliblər 1-ci, 2-ci və 3-cü yerlərlə təltif olunacaqlar və 1-ci yeri alan qaliblər 1000 manat civarında mükafatlandıracaqlar. 2-ci yer, 3-cü yer, onlar da ki, sərgidə iştirak edəcək. Onlar da diplomlarla təltif olunacaq. Bəs sərgiyə gəlmək üçün nə etmək lazımdır? Deyək ki, mən tamaşaçıyam, təbii ki, hər birimizin fotoya, bugünkü texnologiya necə deyirsiniz ki, inkişaf edib, həqiqətində bizim fotoya olan marağımız, video olan maraqlarımız çox genişlənir. İnsanlar necə müraciət edib, gəlib həmin sərgidə iştirak edə bilərlər? Siz sadəcə bilet alaraq Bakı Fotoqrafiya Evinə təşrif buyurmağınız yetər. Yəni, bu qədər asandır. Bəli, çox asandır. Hər halda əminəm ki, fotoqraflar, yəni fotoqraf olmaq istəyən, çünki siz bayaq çox düzgün qeyd etdiniz, Əminə xanım, indi elə bir zamandır ki, hamının əlində telefon var və hamı bu işə həvəslidir, hamı bu işdə biraz irəliləmək istəyir və o insanlar üçün hardasa ağa bu bir stimul verici bir addım ola bilər deyə düşünürəm. Qalibi də qeyd edək ki, bir daha 1-ci yerin qalibi 1000 manat civarında pul gözləyir, mükafat gözləyir və 2-ci, 3-cü yerlərdə xüsusi olaraq dediniz ki, diploma təltif olunacaq. Bu insanlarda hansı ki müraciət edirlər, yaş həddi, sonra hansısa bir kateqoriyalar varmı ki, onlar tələb olunur? Bu barədə deyərdiniz, çünki mən bilirəm ki, bizdə fotoqraflar maşallah
maşallah çoxdur. Çox həvəslidir. Tək ki çox olsun. Nələr tələb olunur? Heç Nə bir etməlidir? məhdudiyyət yoxdur. Heç bir məhdudiyyət yoxdur. Nə yaş məhdudiyyəti, nə də sizin yəni hansı peşə sahibi olmağından asılı olmayaraq əlbəttə ki, siz iştirak edə bilərsiniz. Ümumiyyətlə 2020-ci il İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu üçün çox əhəmiyyətli və vacib illərindən biridir. Çünki düz 20 il bundan əvvəl bildiyiniz kimi 2000-ci ildə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun bizim 12-ci 15-ci əsrlərdə inşa edilmiş qədim Şirvanşahlar dövlətindən bizə qalan əzəmətli Şirvanşahlar saray kompleksi, qala divarı və Bakımızın dəyişilməz rəmzi olan Qız qalası UNESCO-nun dünya irs siyahısına daxil edilmişdi və bu yubiley çərçivəsində bir neçə tədbirlər əlbəttə ki keçiriləcək və məhz Bakı Fotoqrafiya evində də müxtəlif sərgilər gözlənilir. Aprel ayında Amerikanın dünyaca məşhur fotoqrafı Harry Benson'ın Beatles sərgisi, foto sərgisi keçiriləcək və tamaşaçılarımız yəqin ki bu əfsanəvi qrupu hamı sevir və indiyə qədər yəni heç yerdə nümayiş etdirilməyən unikal fotolarda nümayiş olunacaq Bakı Fotoqrafiya evində və may ayında Beynəlxalq Muzeylər Günündə çox möhtəşəm bir sərgi gözlənilir. Bütün Zakafkaziyada 19-cu əsrin sonunda, 20-ci əsrin əvvəllərində yaşamış dünyaca məşhur Dmitri Yermakov, ümumiyyətlə müasir fotoqrafiyasının banisi sayılan Dmitri banilərindən biri Dmitri Yermakovun sərgisi olacaq. Bu da Gürcüstan Milli Muzeyi ilə birlikdə yəni təşkil olacaq bu layihə. Yəni il boyu siz bir çox sərgilərə ev sahibliyi edəcəksiniz və Aydın məsələdir. Təsəvvür İçərişəhər olsa da turistlərin ən çox gəldiyi yerdir və ümumiyyətlə mən dünənlərə axşam oradaydım, İçərişəhərdəydim və həqiqətən o qədər gözəl mənzərəsi Çox var ki, mən gözəldir. hər gün orada gəlmək hətta yorulmursan və təbii ki, bundan ilhamlanan o qədər fotoqraflar var ki, hər biri iştirak edə bilərlər. Bir daha müraciət edirik və izləyicilər də sadəcə bilet almaqla gedib həmin sərgini izləyə bilərlər. Müsabiqəyə qoşulmaq üçün adi vətəndaşlar gəlib izləyə bilərlərmi o müsabiqəni, yoxsa qapalı keçirilir? Yox. Hər kəs Bəli, hər kəs izləyə bilər. Bir sözlə sizin qapınız hər zaman hər kəsə açıqdır. hər zaman açıqdır. Nə də İçərişəhər Muzey Mərkəzinin bütün ekspozisiyaların qapıları hər zaman açıqdır. Ümumiyyətlə siz düz buyurdunuz, İçərişəhərin özü açıq səma altında bir muzeydir. Onun hər bir daşında bizim tariximiz yaşayır və İçərişəhərin yəni şüarı da canlı tarixdir, living history. Biz hər gün bu tarixi yaşadırıq və özümüz də bu tarixi yaşayırıq. Minnətdarıq sizə, fəaliyyətinizdə uğurlar arzulayırıq. Belə qəşəng işləriniz çox olsun. Biz də elə tez-tez işıqlandıraq deyirik. Hal-hazırda isə idman xəbərlərinə ayrılacağıq. İTV-də